Ağıllı ol, özünü toparla. Qoy bir mahnını ağla. Yəni demirəm, cidden vurunca mat öldür. Qəlbini boş ver. Qəlbin yalançı şeydir. O aşırı düşünmə hissi var ha. Tam olaraq onu yaşayıram. Yəni düşünün ki, normalda 2 qram beynim var, ağlım var. Çox düşündüyüm anda o da istifadəyə yararsız hala gəlir və baş gedir, bədən qalır yeyəsiz deyə bir söz var. Tam olaraq ondan olur. Tam olaraq bu dönəm biraz həyatımın qarmaşıq dönəmidir. Yeni qərarlar, yeni addımlar falan və belə bilinməzlik ki var ha. O bilinməzlik hissi ki var ha. Yəni növbəti addımda nə olacaq o ki sual altında olur ha. Mən ondan narahat oluram və bu mənim mükəmməlliyətçilik hissimlə irəli gəlir. Nə qədər də bunu aşmış olsam da, hələ də canımda bir yerlərdə qalır. Çünki bu bir anda təmizlənib gedən bir şey deyil və idarə etmə istəyindən əmələ gəlir bu. Əgər sizdə də bu tərz olursa, yəni səbəbini bilin deyə deyirəm və tam olaraq mənim belə bir dönəmimdir. İnanırsınız, yəni özümü o qədər bitkin hiss eləyirəm və gün ərzində heç bir şey eləmirəm. Sadəcə düşünürəm, o nə olacaq, bu nə olacaq, o necə olacaq, onun axırı necə? Ayda bu iş necə olacaq görəsən? Deyə düşünməkdən. Bu 2 qramlıq beynim yoxdur. Bəli, yəni kimdəsə artıq varsa, hərdən bir 2 qram alaram yəni. Xoş olar bu. Bu videoda isyan etdikdən sonra sizə çox gözəl texnikalar deyəcəm ki, bunlarla düşünməni azalda bilərsiniz. Desən ki, mələk, madam ki bilirsən, madam ki bu qədər qəşəng işə yarayır. Deyir, keçəlin dərmanı olsaydı öz başına yaxardı. İndi durub burada nə üsyan edirsən, bizə deyə bilərsən, haqqında var, yaxşı edirsən. Bunu da bir şey demirəm. Amma mövzudur ki, mən bəzən həqiqətən bəzi hissləri dibinə qədər yaşamağı sevirəm. Onun çarəsini bilsəm belə. Məsələn, onu içimə atmaq yerinə onun yaşamaq mənə daha rahat gəlir. Çünki içimdə bir yerdə yığmıram. Mən ümumiyyətlə içimə yığan insanam. Mən bir insana məsələn 5 dəfə dinmərəm, dayanaram. Axırda elə bir şəkildə partlayaram ki, yəni 5 dəfə hər dəfə partlasaydım o qədər olmazdı da. Yəni elə bir insanam. Ona görə mümkün qədər bütün hisslərimi yaşayıram və bunu da sizə tövsiyə edirəm. Ümumiyyətlə bilirsiniz mövzu nədir? Niyə düşünürük? Ayda nəyi düşünür? Niyə düşünürük də yəni? Bax bunu məsələn çoxunluqla mən artıq özümdə belə bir şey kəşf eləmişəm bu YouTube kanalını açandan sonra ki, mən özümü belə qərarsız və ya hər hansısa bir şeydə çarəsiz hiss edəndə, motivasiyasız hiss edəndə açıram kameranı və danışıram. Yəni burada bilirsiniz necə olur? İnsanın özü ağılda dostları olmaması bax tam olaraq burada özünü hiss elətdirir. Yəni düşün ki, səni motivasiya edən heç kəs yoxdur. Sənə o qazı verən, o enerjini verən heç kəs yoxdur. Və sən sadəcə özünə bir şeylər etməlisən. Bunu yaşayan insanlar bildi nə demək istəyirəm. Yəni tam olaraq bu mövzuda artıq özünü qaldırmalısan. Və mən də bunu çarə olaraq belə bir şey tapmışam ki, tam belə hiss etdiyim anda açıram sizi qoyuram qarşıma. Danışıram. Bu gün mənim ehtiyacım vardı, danışdım. Sabah kiminsə ehtiyacı olanda qarşısına çıxanda dinləyəcək. Onun üçün də nəsə yaxşı bir şey olacaq. Onun üçün də ən azından nəsə bir motivasiya olacaq. Bəlkə də biraz toparlayacaq və s. özünü tək hiss eləməyəcək. Deyə, yəni bu çox gözəldir. Mənə də yaxşı təsir edir, bir başqasına da yaxşı təsir edəcək. Bəlkə də sənə də yaxşı təsir edir. Bir də danışa bilsəm. Nəysə bu 40 dərəcə istidə özümə kofe hazırlamışam, özü isti. Ümumiyyətlə bəzən bilirsiniz nə düşünürəm? Yenə düşünürəm. Yəni həqiqətən çox düşünürük. Bəzən yəni o qədər düşünürük. Lazımlı, lazımsız, hər şey, gələcəyi, indini, keçmişi və biz insanlar 10% indini düşünürüksə düşünürük. Yəni geri qalan hamısı ya gələcəklə bağlıdır, ya keçmişlə bağlıdır. Yəni biz indinin problemin hələ çox belə böyük faizlərlə yaşayan insanlar deyilik. Niyə belə onu da bilmirəm. Amma sadəcə biz siz nə demək istəyirəm? Gələcək üçün düşünmək lazımdır. Bəli, gələcəyimizi düşünmədən olduğu kimi Allah nə verdiysə yaşaya bilmərik. Gələcəyimizi düşünməliyik, bəli. Keçmişdən etdiyimiz səhvləri düşünərək onlardan dərs çıxarmalıyıq və davam eləməliyik. Amma bilirsiniz söhbət nədir? Ayda necə ağıllı danışıram. Kameranı açana qədər, yəni əslində səsli düşünmək burada yaxşıdır. Çünki belə normalda düşünürəm beynimdə, özümə bir motivasiya verməyə çalışıram, amma işə yaramır. Fikir verirəm ki, beynimi susturmağa çalışıram. Amma belə kamerada oturub danışanda, yəni birbaşa dediyimi eşidirəm deyə, o daha şey olur. Yəni danışdıqca motivasiyam artır. Ağlaya başladığım videonu bir də görəsiniz ki, gülə-gülə bitirəcəm. Nəysə, bir də bu yaxınlarda mənim ad günümdür və ona görə çox həyəcanlıyam deyə motivasiyamı şey eləmirəm. Özümü kökləmişəm ki, ad günüm yaxınlaşır falan. Nəysə, mövzumuz bu deyildi. Şu an
fikir verirsiniz? Yəni beyin o qədər şey düşünür ki, söhbətdən söhbətə keçidi gördünüz. Yəni əslində bu normal deyil, bilirsiniz onu. Yəni beyin artıq o qədər düşünür. Beyin o qədər şey fırlayır ki arxada. Sən bir anda o söhbətdən bu söhbətə çox dəxilsiz şəkildə keçə bilirsən. Əslində bunun normal olduğunu düşünürsən, amma yəni elə deyil. Beyin həmin an nə düşünürsə, o nə fikirləşirsə, avtomatik onu atır qabağına. Sən də ona uyğun bir şeylər uydurursan falan. Belə bir şey alınır. Niyə bu vəziyyətdəyik? Biz gənclər olaraq niyə bu vəziyyətdəyik görəsən? Həqiqətən bəzən çox pis oluram gənclər adına, elə özüm adına. Yəni mən hədsiz düşünən bir insanam, çox düşünürəm. Bir şey oldusa onu çox takıram. Yəni hətta indi çox düzəlmişəm. Əvvəl daha betər vəziyyətdə idim, amma indi olduqca çox düzəlmişəm, özümü toparlamışam və tövsiyə eləyərdim ki, bu toparlanmanı daha tez yaşda yaşayın. Çünki həyat həqiqətən çox tez keçir. Yəni gəlmisənsə 25-30 yaşına, bu o demək deyil ki, səndən keçib yox, yenə də eləyə bilərsən. Sadəcə olaraq bunu daha tez yaşamaq həqiqətən məncə daha avantajlı bir şeydir. Yəni mən o insanlara həqiqətən halaldır deyərəm, yəni ki, daha tez inkişaf edib, daha tez toparlayıb özünü. Sadəcə olaraq bilirsiniz mövzu nədir? Bizim o analar demişkən, nənələr demişkən harayımıza heç kim gəlməyəcək. Yəni inanın siz bu gün gələcəyin, keçmişin, problemin, dərdin çəkəndə heç kim gəlib sizə kömək eləməyəcək. Heç kim gəlib sizin beyninizi sustura bilməyəcək. Ona görə o beyninizə çox şey yükləməyin. Yəni həqiqətən bilirsiniz mövzu nədir? Qəlbimizin səsini eşidə bilmirik beynimizin səsindən. Beynimiz susmur və araşdırmalara görə gün ərzində 60 mindən çox düşüncə keçir insanın beynindən. Yəni düşünürsüz bu nə deməkdir? Yəni bir insanın beyni, yəni daha necə bir şəkildə yorulub işləyə bilər ki? Necə bir şəkildə başqa işlərə fokuslana bilərik ki, gələcək üçün nələrsə eləyə bilərik? Yəni necə eləyə bilərik bunu? Bu çox çətin deyil sizcə? Yəni həqiqətən şu andan etibarən əgər düşünürsənsə, yəni düşünün, bəzi şeyləri yaşa. Bəzi şeyləri dediyim kimi mən çox şeyi yaşayıram. Yəni həmin an dibə qədər yaşayıram onu. Yəni mən o enerjini alıram. Məsələn, pismi hiss edirəm, dibinə qədər pis hiss edirəm. Yəni həmin günü mənim keyfimi heç nə düzəldə bilməz. Çünki mən bunu istəmirəm. Mən istəsəm 2 saniyənin içində öz keyfimi düzəldərəm. Amma istəmirəm. Çünki bəzən həqiqətən durub və depressiyona düşmək lazımdır. Çünki özümüzə o qədər imkan yaratmırıq ki, o ruhumuzun sakitləşməsi üçün o qədər imkan şərait yaratmırıq ki, bəzən oturub saatlarla ağlamaq lazımdır. Ağlamağın gəlmir. Qoy bir mahnını ağla. Dərdlərimi yadına sal, ağla. Bilirsiniz niyə? Yəni mən bu şeyə çox inanıram və həqiqətən kiminsə yanında, kimsə ağlayanda, ağlama, nə bilim, ayda belə olacaq, elə olacaq, boş ver, niyə ağlayırsan deyən insanları biraz türklər demişkən bencil görürəm. O da niyə? Əslində bunu tamamilə saf niyyətlərindən edirlər. O insanı o qədər çox istəyirlər ki, onun qarşısında ağlamağına dözə bilmirlər və onun ağlamamasını istəyirlər və ona görə bu sözü deyirlər. Amma məncə bədənimizi təmizləmək, paklamaq, durulamaq üçün necə sudan istifadə ediriksə, onun təmizliyi üçün bizə su verilibsə, eyni şəkildə ruhumuzun təmizliyi üçün də göz yaşımız var. Yəni bu göz yaşı boşuna deyil. Ona görə ağlamaq gözəldir. Ağlamağı niyə insanlar bu qədər depressiv, nə bilim, nə, ay bu çox depressivdir. Mən depressivim, sonra da gəzmə dolanma yanımda. Mən depressiv insanam. Mən enerjimi, hisslərimi həmin yaşamaq istəyirəm. Sənə xoş gəlmir, bay yəni. Necə tripə girdim burada. Tripə girdim, istəmsizcə bir tripə girdim. Amma yəni konkret belə olmaq lazımdır. Yəni insanlar nə düşünür, nə deyir deyə yaşama bu həyatı. Yeri gələndə depressiyona gir və onun içində 2 gün qal. Yerimin içinə gir, heç nə eləmə, sadəcə boş vaxt keçir. Buna da ehtiyac var həqiqətən. Aşırı düşünəndə oturun 2 şeyə sorğulayın. Nəyi düşünürəm, kimi düşünürəm və bunun üçün dəyirmi? Şey bu qədər. Yəni həqiqətən çoxunluqla mən bunların ikisini düşünəndə artıq toparlanıram. Yəni həqiqətən bilirsiniz mövzu nədir? Bəzən o mal sevgilimizi düşünərik, flörtümüzü düşünərik, nişanlımızı düşünərik, nə bilim yoldaşımızı düşünərik, hər nədirsə də. Düşünərik bəzən, amma bilirik ha, bir köpüklük dəymir də o. Bildiniz. Dəymir də yəni onun üçün o şey fikirləşməyə. O anda özünə bunu etdirməyi bacar. Düşünəndə ki, bunun üçün dəyərmi? Yox dedin ha. Beynin, qəlbini boş ver. Qəlbin yalançı şeydir. O hər şeyə hə deyir. Onu anlatmaq asandır. Sən qəlbini boş ver, beynindən düşün.
Məsələn, beynin yox onun üçün dəymir deyir ha. Bax o anda dur və denən ki, mən artıq düşünmürəm. Maraqlı deyil. Dey və bitir. Bax bunu eləməyi bacar. Bunu eləyə biləndə həqiqətən çox şey təsir eləyir insana. Düzdür, insan bəzən çox boş-boş yenə də takılmağa davam eləyir və dediyim kimi bunu düzəltməyə çalışmayın. Bunu hara qədər gedir qoyun getsin. İçinizə yığmaqdan əl çəkin hisslərinizi. Sevincinizi də, qəzəbinizi də, yəni demirəm ki, vurun cəmaatı öldürün qəzəblisiz deyə. Amma yəni o qəzəbi ağlamaqla mı çıxarırsan, idman eləməklə mi çıxarırsan, yatmaqla mı çıxarırsan, söyməklə mi çıxarırsan, nə ilə çıxarırsansa çıxar. İnsanlara zərər verməyəcək şəkildə. Amma yəni içinə toplama heç nə. Motivasiyam da yerinə gəldiyi üçün gedirəm sizə çox gözəl bir video çəkməyə, hansı ki bu video çox düşünən insanların nələr edərək düşünməni kəsəcəyi, çox düşünmənin qabağına keçə biləcək şeylər danışacağam bu videoda. Mümkün qədər qısa tutacağam və çox dəqiq və net şeylər deyəcəm. Özümün istifadə etdiyim hər şeyi də ora əlavə edəcəm. Ümid edirəm ki, bu videodan sonra düşünməyi buraxarsan və ya növbəti videomu gözləyərsən. Heç bir şəkildə fikrim yoxdur, amma ağıllı ol, özünü toparla. Heç kim buna dəymir. Heç bir şey buna dəymir. Ona görə özünü toparla və həyatına davam et. Səni çox öpürəm, özünə çox yaxşı bax. Kanalıma abunə olmağı unutma. Özünə çox yaxşı bax. Hələlik.